Basketbol neydi hala? Futbolda bir komanda meydanda minimum neçə nəfərlə başlayır? Minimum 7. Aha, maksimum? Hı? Maksimum. 11. Maksimum 11 nəfər. Aha, oyuncu dəyişikliğində məhdudiyyət var. Təbii ki var. Mənim. Aha, neçə nəfərdir? 3 cəhətə 5 dənə mənim. Futboldan yaxşı mənim. Allah sizdən razı olsun. O birləri siz öyrədirsiniz. Bunu bir balaca anlayışım var. Aha. Barı haqqıma Allah görmədim. kömək. Hə, yaxşı. Sonra gəldik nəyə? Futbolda yaxşı anlayışın varsa gəl görək nətərdir vəziyyət. Hə. Futbolda əgər bir komanda oyunda 6 nəfərlə qalarsa, bu zaman bu komandaya texniki məğlubiyyət verirlər, vermirlər? Təbii ki mənim. Aha, verildi. Texniki məğlubiyyətin qalibi məğlubu neçə xaldı? 3-0 da mənim. Aha, texniki məğlubiyyətimizin qalibi məğlubu neçə xaldı? 3-0 idi. Yaxşı, Raman anam hazır ol bundan sonra. Sonra futbolda oyunu idarə edən meydanda neçə hakimimiz var? 4 dənə mənim. Aha, 4 dənədir. Varda neçə hakim var müəllim? Vardadır mənim. Aha, 2 nəfər də vardadır, düzdürmü? Sonra topçu olaraq hücum edən komandanın oyunçusunun toxunuşundan sonra qapı xəttini hava ilə və yoxsa da yerlə keçərsə, qol vurulmazsa, oyun hansı zərbə ilə bərpa olunur? Qol vurulmazsa. Qol vurulmazsa, müdafiəçiyə dəyməsə, rəqib komandaya dəyməsə, sərbəst zərbədir. Amma Onusu yaman bildin ha müəllim. Bəli. Top son olaraq müdafiə olunan komandanın oyunçusunun toxunuşundan sonra qapı xəttini keçib. Çün zərbəsi də mənim, çün zərbəsi. Mənim çün zərbəsi. Aha, hə, künc zərbəsidir. Aha, küşdən zərbədən birbaşa qol qeydə alınır. Bəli, bəli. Aha, küşdən zərbədən birbaşa qol qeydə alınırdı. Yaxşı, küşdən zərbədən birbaşa qol qeydə alınırdı. Künc qövsünün radiusu 1 metr. aha, məmləkət aha. Hə, künc qövsünün radiusu nə qədər idi? 1 metr idi. Sonra müəllim bütün standart vəziyyətlərdən top zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olardısa, Sərbəstlərdir. gəlməyi baxın müəllim yazdığınız. Hə. Bütün standart vəziyyətlərin özündən öz qapısına daxil olardısa nə olurdu? Öz qapı çün zərbədir. Aha, rəqib komandanın hansı standart vəziyyətlərdən qol qeydə alınmır? 3 yerdə 3 vaxt sərbəst zərbədən qeydə alınmır da müəllim. Sərbəst zərbədən yox, standart vəziyyətdən. Standart vəziyyət. Hə. Yan xəttdən. Sonra mübahisəli top. Bəli. Mübahisəli top. Bəli, yan xətti mübahisəli top.